Aşağıdakı cədvəldə göstərilmiş şərti ödəyən yazılar hansılardır? Əvvəlcə nə edirik? Mötərizə daxilinə baxırıq, daha sonra digər hissələrə. İndi mötərizə daxilinə deyək ki, boğazın adı H ilə başlayanlar hansılardır? 3-dəki Hörmüz, 4-dəki Hudzon və 5-dəki Gibraltar. Bu nə edirəm mən? Ordu, deməli birləşdirirəm. Nə ilə birləşdirirəm? Dərinliyi 30-dan kiçik olanlar ilə. Yəni ki, 1-dəki Bosfor, 2-dəki Magellan, 3-dəki Hörmüz, 5-dəki Gibraltar, xeyr, 5-dəki, 6-dakı Lamanş və 8-dəki Dardanel. Bunlarla nə edirəm? Birləşdirirəm. Birləşdirdikcə bunu alıram. 1, 2, 3, 4, 5, 6 və 8. Daha sonra edirəm, mötərizədən xaricə baxıram. Yəni ki, eni 30-dan kiçik bərabər olanlara baxıram və bunu ənd, yəni ki, kəsişdirirəm. Nə ilə? Əvvəldə aldığımla. İndi eni 35-dən kiçik olanlara baxaq. Kiçik bərabər olanlara baxaq. Hansılardır? 1, 2, 5, daha sonra 6, 7 və 8. Mən bunları nə edirəm? Kəsişdirirəm. Kəsişdirərkən ortaqları götürürəm. 1-i götürürəm, 2-ni götürürəm, 5-i, 6-nı və 8-i. İndi yazaq buradan 1, 2, 5, 6 və 8. Baxın, yekun cavabımız bu olur. Bu da bizdə B variantında var. Deməli, doğru cavabımız B variantıdır.